Azərbaycanlı adlı izləyicimiz bildirir ki, Azərbaycan futbolunda çatışmayan idarəçilikdir. Azərbaycan futbolunda çatışmayan bir sən nədir? İmmunitet. Deyilənlərin hamısı ilə razılaşmaq mümkün deyil. Ciddi. Hamısı çatışmır. Bax, proqrama gəlməmişdən qabaq demişdim sənə o bir şey yazma düşdü, onu mütləq proqramda vurğulayacağam. Elə bu çatışmamazlıqla bağlı yazdılar burada izləyicilər. Nə bilim, idarəçilik, hakimlik falan filan. Valla bizim özümüzdə də böyük problem var. Nə mənada problem var? Bax, məsəl üçün, gör nə yadıma düşüb. Biz Qəbələdə olanda təlim məşq toplanışındaydıq. Səhv eləmirəmsə, Yuri Sominin vaxtı idi. Düzdür, biraz mövzudan kənardır, amma həqiqətən də çox önəmli bir mövzudur. Çox önəmli bir mövzudur. Bax, deməli, Antalya'da təlim məşq toplanışındayıq. Dəhşətli yağış yağır. Yəni, bilmirəm, yəqin Antalya'da olanlar bilirlər, o futbol işləməliyyətində olanlar. Orada bəzən bir də görsən, 3 gün, 5 gün yağış yağır, elə yağış ki, dayanmır da. Yəni, dəhşətli dərəcədə güclü yağış yağır. Deməli, bizim də yağışa görə məşqimiz təxirə salındı. O, otelin öz balaca bir mini poliyası var idi, mini stadionu var idi. Biz orada məşq orası aldılar, yəni, belə deyək də, hansı ki, meydançalar pozulmasın deyə. Məşq elədiyimiz meydançalar. Nəysə, inanılmaz yağış yağırdı, məşq edə-gedə. Məşq qutardı. Təsəvvür elə, belə deyək də, o məşq elədiyimiz yerlə avtobusun arasında bir 100 metr məsafə var. Mən fikir verdim. Bizim bu Azərbaycanlılar ki var ha, tez qaçdılar avtobusa. Qoyma xəstələnəcəyik, nə yağış yağdı, nə bilim, nə belə elə. Yəni, hamı qaçdı avtobusa da, o Azərbaycanlı qrup. Oradakı hansı ki, o var idi, futbolçular, nə bilim, Afrikalı, Braziliz falan filan. İnandırım sən, mən onlara fikir verdim. Yəni, o qaçanlar içində mən də var idim da. Biri paltarını çıxardıb, ümumiyyətlə, tək şortikdədir. Biri corabını çıxardıb, ayaq yalın gəlir. Avtobusa da yeri, belə söhbət eləyirlər, kef eləyirlər, gəlirlər. Birdən bizdən bir nəfər qayıtdı ki, bunların immunitetindən baxaysan. Görür, bu yağışda qorxmurlar ki, bunlar xəstələnəcək. Yəni, rahat gəlirlər. Deyə, gülə-gülə, nə bilim, biri oturub orada yağışın altında. Ondan da bir həzz alırlar. Yəni, sən təsəvvür elə, birdən mənim ağlıma o gəldi ki, dedim ha, gör bizim, yəni, zəifliyimizə bax ki, biz Azərbaycanlılar olaraq qaça-qaça gəldik avtobusa ki, yəni, avtobusda 2 dəqiqəlik məsafə də otel. Yəni, bəzi futbolçular hətta avtobusa minmədilər, o yağışla belə paltarsız halda otelə gəldilər, ayaq yalın. Yəni, Brazilistlərə var idi, Leonardo falan. Yəni, insan oturub fikirləşir. Deyir, ha, bizim düşüncəmizə bax. Gör necə biz bir mühitdə böyümüşük ki. Bizim uşaqlıqdan yəni, abala, əynivə paltar giyin, xəstələnəzsən, at, nə bilim, papaq dağ, belə elə. O boyda yağışla paltarsız gəlir otelə. Yəni, ona görə immunitet məsələsi. Həqiqətən də bu elə-belə bir şey deyil. Yəni, onlara atırlar küçəyə ki, gəd özünü saxla, neynəsənlə də o düşüncə tərzindən söhbət gedir. Bizə də bir həftə gedirsən, o vaxtları mənim evdəkilər olurdu. Bir həftə gedirsən xaricə, o uşaq yaş qrupları ilə falan, hansısa deyir, kişi zəng deyir ki, bala, yemək nətərdir, yaxşıdır. İndi, qurban olsun sənə. Vallahi bizim düşüncəmizdə problem var. Həqiqi bizim düşüncəmizdə, yanaşmamızda problem var bizim.